İnşallah bu günləri bir mövzuya toxunmaq istəyirik ki, hansı ki mövzu həqiqətən də aktual mövzulardan biridir. Hansı ki, həqiqətən də günümüzdə görürsən ki, insanlar baxmayaraq ki, Allah elm əhlindən razı olsun, dini olduğu kimi insanlara çatdırırlar. Yəni sələfi etiqadın, əhl-sünnət və cəma etiqadın insanlara təbliğat və təşviq etmələrə baxmayaraq görürsən ki, günümüzdə cavanlar bu əqidədən yəni, tam ya öyrənməmə səbəbilə və yaxud da ki, başa düşməmə səbəbləri ilə görürsən ki, bu əqidədən başqa bir yəni, etiqadı keçməyə çalışırlar, cəhd göstərirlər. Hansı ki, biz bilirik ki, sələfin etiqadı Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin, sahabələrinin və tabiin və ətba tabinlər həmsindəki onları tabi izləyən və onları yoluna uyan alimlərin yoludur. Hansı ki, Allah razı olsun elm əhlindən ki, onlar da bu işdə çalışırlar, cəhd göstərirlər və hər bir elm əhli də əlbəttə ki, buna çalışmalıdır, cəhd göstərməlidir ki, cavanlarımız hal-hazırda, çünki ən çox da cavanlardır. Görürsən ki, onlara etiqadda möhkəm olmurlar. Çünki bu əzəldən belə olub. Çünki Peyğəmbərimiz də buyurub sallallahu aleyhi ve sellem ki, xavariciləri vəsf etdiyi zaman deyir ki, onların çoxu cavanlar olacaq, səfihlər olacaqlar. Çünki cavanların belə deyək də, biraz istiqanlı olduqları üçün, çılğın olduqları üçün görürsən ki, əqidəli sabit qala bilmirlər və yaxud da elmsizdən və s. səbəblər ucbatından. Ona görə də biz çalışmalıyıq ki, bu mövzuda qardaşlarımıza bir nəsihət eləyək, onlara təşviq edək ki, bu dini olduğu kimi, Peyğəmbərimizin sallallahu aleyhi ve sellem vaxtında olduğu kimi dini öyrənsinlər, onu əməl etsinlər, ona tabi olsunlar. Və bizə, Ağalı müəllim bizə bu barədə faydalandırsın və bizə bu barədə nəsihət etsin ki, necə eləməliyik ki, cavanlarımız bu məsələdə yəni ki, sabit olsunlar, yollarını azmasınlar, sələfin yolunu gedməkdə davamlı olsunlar. Allah razı olsun, Allah bərəkələ fik. Faydalandırsın deyəndə inşallah ikimiz elə söhbət eləyərik. İnşallah ikimiz bacarırsaq, Allah bizim müvəffəq eləsə faydalandırarıq. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrefil ənbiyyə vəl mürsəlin. Əşhədü ən la ilahə illallah vəhdəhu la şərikə ləh və əşhədü ənə Muhammədən abduhu və rasulü. Alimlər həmişə bu kimi məsələlərdə tövsiyə edirlər ki, insanın mənhəci bilməsi. İnsan mənhəci bilməsi nə deməkdir? İnsanın mənhəci bilməsi o metodu bilmək deməkdir. Metod da nədir? Allah və Rasulunun sözlərin, səhabələrin anladığı kimi anlamaq. Ona görə deyilir ki, Əl-Qur'an və sünnə bi fəhmi sələfil ümmə. Quran və sünnəni sələfin fəhmi ilə anlamaq. Və bu çox önəmlidir. Əgər insan sələfin sözündən, yəni keçmişdəki səhabələrin, tabinlərin və yaxud da klassik alimlərin sözündən kənara çıxmamalıdır. Əgər çıxarsa mütləqdir ki, şaz söz deyəcək. Şaz da nədir? Yəni ki, deyilməyən bir şey. Bu günləri bəzi çıxıb danışırlar, bəzi yəni əsrlərlə üzərindən keçmiş müsəlmanların icmasının, toplumunun dayandığı bir şeyi kökündən inkar eləmək və yaxud da əksəriyyətin inkar eləmək, onlar hamısı bu kimi düşüncədən irəli gələn şeydir ki, onlar nə edirlər? Sələfin fəhmindən uzaq düşüblər. Və sələfin fəhminə tabi olmaq üçün, bu yolu getmək üçünsə insan sağlam elmə və sağlam elm əhlinə ehtiyacı vardır. Yox, əgər insan bu yolu özünə seçməzsə, sadəcə Quran və sünnəni özü anlamağa çalışarsa, bu zaman insanın hissiyatları artıq ortaya gəlir. Çünki burada üçüncü bir şeyə, motivatora ehtiyac var ki, insana doğru yolu göstərsin. Əgər sən bu zaman sələfin fəhmin özünə seçməyəsənsə, o zaman artıq sənə nəfsin və yaxud da hissiyatların yol göstərmiş olacaqdır. Bu zaman da artıq sözsüz ki, sən neynəyəsən? Doğru yoldan, haqq yoldan çıxassan. Allah Teala elə bir şəriət bizim üçün düzənləmişdir ki, elə bir şəriət bizim üçün Allah Teala həyat tərzi olaraq və ibadətlər, əhkamlar olaraq qoymuşdur ki, və biz onu qoyulan bir şəkildə gedəriksə, dünya və axirət xoşbəxtçiliyin əldə eləyərik. Yox, əgər biz ona özümüzlə, öz ağlımızla, öz hissiyatlarımızla yanaşmağa çalışarıqsa, o zaman məğlub olarıq. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim dinə qalib gəlməyə çalışarsa, sözsüz ki, məğlub olar. Bunu da kimə deyir? Görür ki, bir kişi günün altında dayanıb, namazı, qiyamı, səcdəsini, rükusunu uzadır və onun barədə bu sözü deyir. Aydın şəriətimiz gözəl dindir, asan bir dindir.
Allah Taala'nın bizim çətinlik çəkməyimizə ehtiyacı yoxdur. Allah Taala bizdən istədiyor ki, Allah Taala bizə öyrətdi ki, onu eləyək və özümüzə aid olan məsələlərlə və işlərlə məşğul olaq. Hissiyatlara qalsa, hər kəsin içində bir emosiya var. Hər kəsin içində bir, belə deyək də, onu önə itələyən hissi təpkilər vardır. Amma insan buna uymadan şəriətin dəlilləri ilə kifayətlənərsə artıq nizamlanmış olur. Bəli. Bəli, hissiyatlara qalsa, məsələn, insanların hissiyatları fərqlidir də. Mən daha çox hissiyatlıyam, sən biraz fərqlisən, digər məndən də daha çox hissiyatlıdır, daha çox təpkilidir. İnsanlar bu kimi şeylərlə yanaşsalar dinə, o zaman böyük bir təzadlar ortaya çıxmış olar. Və niyə görə Peyğəmbər sallallahu əleyhi və səlləm məhz xavaricləri vəsf eləyərkən deyir ki, onlar ağıldan kəm, yaşda isə uşaq olacaqlar. Çünki adətən cavanlarda emosiyalar daha çox olur. Cavanlarda emosiya daha çox olur. Bəli, ona görə də bu xavariclik bidətinə düşən adətən kimlər olur? Cavanlar, yaşda az, ağıldan isə kəm olanlar. Zaten cavanlar böyüklərə nisbətdə zaten ağılları kəmdir. Adətən yəni. Adətən ağılları tam sağlam işləmir. Çünki insan müdrikləşir 40 yaşdan sonra, 45 yaşdan sonra. Təbii ki, insanlar biri digərindən fərqlidir. Biz dediyimiz ümuməndir. Və insan əgər ağılına tabi olur, şəriətin dəlilləri ilə kifayətlənməzsə, Allah qorusun, bu günlər biz müşahidə edirik, cavanları görürük ki, məsələn, nə kimi bidətlərə düşürlər, özlərinin, həyatlarının, ailələrin, valideynlərin bədbəxtsiliyə sürükləyirlər. Dini olduğu kimi gözəl şəkildə yaşaya bilmədiklərindən dolayı dini də hətta gözdən salmağa gəlib çıxırlar ki, görürsən ki, hətta dini belə, İslamı belə gözdən salmağa çalışırlar, düzün Allah bilir. Bəli, əslində yəni bidətlər çətindir, şiddətlidir. Əslində İslam dini isə asandır. Yəni din asanlıqdır. Dində çətin bir şey yoxdur. Lakin insanlar yəni bidət səbəbilə özləri üçün o məsələləri çətinləşdirirlər. Necə ki, günümüzdə biz görürük ki, həqiqətən də onlar dini düzgün başa düşmədiklərinə görə gedib evdə də təbliğatı düzgün aparmırlar. Valideynlərə də əziyyət verirlər. O valideynlər də əlbəttə ki, yəni ki, belə deyək, dindən xəbərsiz olduqları üçün hətta onlarda nifrət yaranır o dinə qarşı, İslama qarşı. Halbuki insan nə etməlidir? Dini sevdirməlidir. Öz ailəsinə, yaxınlarına, dostlarına İslam dini sevdirməlidir. Necə Peyğəmbərimiz buyurur sallallahu əleyhi və səlləm ki, sevdirin, nifrət elətdirməyin. Asanlaşdırın, çətinləşdirməyin. Bir halda ki, sən dini çətinləşdirəcəksən və onda artıq insanlar səndən qaçacaqlar. Sən insanlara o dini doğru düzgün təbliğ edə bilməyəcəksən. Baxmayaraq ki, məsələn, insanlar görürsən, gəlirlər, Allahın kitabını açır, Quranı açır, ayə deyir. Lakin bu kifayət eləmir. Yəni, Ağalı müəllimin dediyi kimi, həqiqətən də insan nə etməlidir? Bilməlidir ki, bu ancaq dini sahabələrə fəhmi ilə, alimlərin fəhmi ilə anlamaq olar, başa düşmək olar. Necə ki, Həzrət Əlinin məsələsində xavariclər qiyam edəndə İbn Abbas gəlib onlar barədə məlumat verəndə nə deyir? Həzrət Əli, Allah ondan razı olsun, deyir ki, onlar haqq olandan batılı istəyirlər. Baxmayaraq ki, onlar ayəni deyirlər, Allahdan başqası qanunlarla hökm verəndə kafirdirlər. Bəli, ayə haqdır, şübhəsiz haqdır. Lakin nə edilər? Onlar haqq olandan batılı istədilər. Yəni, bu kifayət eləmir ki, sən Quranın hər hansı bir ayəni açırsan, Peyğəmbər sallallahu hədislərindən birini götürəsən, istədiyin kimi onu yozumlayasan. Yəni, dedikləri haqqı ilə istədikləri batil idi. Dedikləri Allahın hökmü idi, əməlləri Osmanı öldürmək oldu. Görürsən ki, məsələsin, necə iddialar ilə sürülmüşdülər. Özlərini haqq hesab edirlər. Yəni, o deməkdir ki, insan həmişə haqqı tələb edirsə, haqqa çağırırsa, o haqdadır. Yox, bu kifayət eləmir. Bunun üçün, yəni ki, belədir, İslamlı müsəlmanlara lazımdır ki, özündən böyüklərə, yəni elm əhlinə müraciət eləsin, daim onların sözlərini eşitsin, onlara ittiba eləsin, yəni ki, başa düşərək ittiba eləsin, kör-körənə təqlid eləməsin. Bir biz baxır, görürük ki, dünən məsələn, o zamanlar ki, vardı ki, hansı ki, xavaric etiqadına düşmüşlər, bu günləri başqa etiqada keçiblər. Hansı ki, insanları ittiham edirlər ki, onlar küfr edirlər, filankəsinin qəbrinə istəmək, Peyğəmbərin vasitəsində yanaşmaq və s. Bu kimi ittihamları insanlara təkfir edirlər və bizə deyir ki, eləməyin. Elm əhli deyir ki, eləmək olmaz, tələsməyin, səbirli olun, dəvət aparın, təbliğat aparın, insanlar başa düşsün, ayılsınlar. Lakin onlar bu günlər görsən ki, həmən əqidəni başqa bir əqidə keçiblər, halbuki insanları ona görə təkfir edirlər. Hal-hazırda görsən ki, həmən insanlar bu günləri həmən əmələ caiz görürlər. Deyirlər ki, bəli, onlar Peyğəmbərin qəbri vasitəsilə təvəssül etmək olar və s. Hətta övliyalara kimi belə gedib çıxırlar. Halbuki dünənə kimi nə edirlər?
Xavarc etiqadını daşıyırlar və insanları kör-körünə təkfir edirlər. Buradan o nəticəyə gəlmək olar ki, məsələn, onlar sanki sabit deyirlər. Yəni ki, qəlbləri bir şey üzərində sabit qala bilmir. Yəni ki, bugün bir şeydə, sabah bir şeydə. Bəli, o da nədən deyir? Çünki xislətin rolu var. Çünki orada Allah Teala deyir ki, həm də insanın həm xislətin rolu var, həm də insanın azalma səbəbi bir növ özündən olur da. Çünki Allah Teala Quran-Kərimdə buyurur da, Səf surəsində səhv etmirəmsə buyurur ki, fələmmə zağu əzağallahu qulubəhum. Deyir, onlar deyir, saptırdılar, Allah da onların deyir, qəlblərini saptırdı. Yəni, Allah sənin qəlbini saptırmanın səbəbləri nədir? Və bu günləri sən özə yer tapa bilmirsən. Gündə bir əqidəyə gəlmirsən. Həm, ağlamam, sən dediyin kimidir, əlbəttə ki, insanın xisləti də burada rol oynayır. Görürsən ki, ümumiyyətlə, insan sabit deyil də. Hələ ibadətə nəsə axtarışdır daimi. Görürsən ki, həmişə nəsə axtarır. Gəlib qəlbi rahatlanmır. Gəlmirsən də, əlhamdülillah, tövhiddir, etiqadı. Yəni, sən nədir İmam Şafii, yəni, alimlər nə deyirlər? Sən bir kəsin deyir, hətta suda yerimən görsən deyir, elə bilmə ki, o övliyadır. Ta ki, o tövhid əhli olmayana qədər. Sən görürsən, əlhamdülillah, əqidə salamat əqidədir, tövhid etiqadı. Namazlar qaydasında, Peyğəmbər s.ə.v sünnəsinə uyğun ibadətlər. Yəni, sənə düşən nədir? Allah doğru düzgün ibadət eləmək. Lakin bu adam rahat olunmur. Görürsən ki, nəsə axtarışdadır. Qəlbi rahat deyil. Bu da yəni ki, səbəblər, yəni ki, bir çox şeylər göstərə bilər ki, yəni, bu adam öz etiqadında yəqin deyilsə, yəqin olsa başqa şey axtarmaz da. Adam əgər Sələf Salihin etiqadındadırsa, gedir məsələn şiəliyi axtarır, araşdırırsa, demək bu adam hələ yəqin deyil, özü haqq yoldadır. Yoxdur, gedir xavaricdə araşdırırsa, demək bu adam yəqin deyil ki, özü haqdır. Yəni bu insanlarda yəqinlik hələ yoxdur da. Yəni bunlar hələ görürsən ki, həmişə axtarırlar, nəsə axtarırlar. Görürsən ki, bu cür əlhamdülillah hər şey günəş kimi, ay kimi aydındır. Allahın kitabı, Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsi göz qabağında. Yəni burada nə lazımdır insana ki? Elm əhlinə qulaq asıb eşitmək, öyrənmək və elmi həmçinin tələb etmək. Yəni, görürsən ki, insanlar qəlb rahat deyil. Görürsən, nəsə axtarır. Elə bir ki, sanki yəqinlik yoxdur qəlbdə. Sanki daim axtarışdadır. Və görürsən ki, məsəl üçün, gündə bir əqidəyə girir. Həmçində insanları da, cavanları da başlayırlar elə təbliğat aparmağa. Görürsən, bir gün məsciddən uzaqlaşırlar. Halbuki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm elə gələn kimi Mədinədə məscid tikdi. Allah yaxın olmanın ən gözəl yollarından biri də cəmaət olmaqdır, sabit olmaqdır, nədir? Məsciddə olmaqdır. Görürsən ki, insanları, yəni ən azından heç olmasa insanlar, qardaşlara nəsihət edir də, başa düşsünlər ki, bir qövm ki, insanları məsciddən uzaqlaşdırırsa, o necə haqdan ola bilər ki, haqq yolda ola bilər ki. Çünki insanlar məscidə getməyib, hara gedməlidir ki? Yəni, insan Allah'ı eşitmək üçün, Allah'ın zikrini eşitmək üçün, xütbələri, dini, elm öyrənmək üçün məscidə getməlidir. Cəmaət olması məsciddə olmalıdır. Peyğəmbərimiz s.ə.v sonra Allah'ın kitabında əmr edilib ki, bəli, vacibdir ki, insanlar nədir, məsciddə olsunlar. Cəmaət biri olsunlar, cəmaət olsunlar. Görürsən ki, onlar da o yəqinlik olmadığı üçün bir gün gah deyirlər, məscidə getmək olmaz. Görürsən, gah evlərə yığışırlar, gah başqa, yəni özlərindən bilmirlər nələr çıxarsınlar. Cürbəcür bidətlər çıxarırlar. Hansı ki, müsəlmanların ictimai və sosial birliyin təmin edən ən əsas məkanlardan da biri Allahın evidir ki, insan həm orada ibadət eləmiş olur, Allahın rizasını qazanmış olur. Həmçində onunla yanaşı, yəni müsəlmanlar bir-birindən hali olurlar. Orada imam xütbə verəndə ümumi məsələlər barədə də danışır, ibadətlərdən danışdığı kimi, yəni müsəlmanların gündəlik durumu, vəziyyətləri, onlara lazım olan əsas ehtiyac duyduqları şeylər, istər dini yöndən olsun, istərsə də hazırda ətraflarında baş verən, yəni ki, qlobal hadisələr barədə olsun ki, onları xəbərdar eləyir, bildirir, bilgi verir. Həmçinin müsəlmanlar bir-birindən hali olur, xəbərdar olur ki, qardaşların görürlər, söhbətləşirlər, ondan sonra bir-biri üçün dualar eləyirlər o mübarək cümə namazında və yaxud da ki, bəli, yəni sevgi yaranır bir-birlərinə. Ona görə necə ki, Allah qardaşımız dedi, Peyğəmbər sallallahu əleyhi və səlləm ilk gördüyü iş Mədinəyə gələndə müsəlmanları qardaş elədi, hər Məkkəlini bir Mədinəli ilə qardaş elədi və həmçinin də məscid tikdi. Birinci Quba məscidini tikdi, sonra Məscid-i Nəbəvini tikdi ki, insanlar nədir? Gündə 5 dəfə orada bir araya gəlsinlər və cümə günü isə əsas böyük camidə, mərkəzi məsciddə insanlar bir araya gəlib nədir? Allahı zikr etsinlər. Biz də hər bir müsəlman çalışmalıdır. Yəni bunu təkcə bu məsuliyyəti, yəni ki, elm əhlinin üzərinə qoymaq yox. Hər bir müsəlman, hər bir fərd çalışmalıdır ki, din
doğru, düzgün təbliğat edilsin. Yəni din olduğu kimi. Din 7-ci əsrdə nə desə, elə həmən də odur. Heç bir dəyişiklik yoxdur. Allah Rəsulü sallallahu əleyhi və səlləm sözləri indi də aktualdır, yerindədir. Allahın həmçinin kəlamı yerindədir, haqdır. Lakin bunu doğru düzgün təbliğ etmək, hər bir müsəlman öz evində, ailəsində bunu çalışmalıdır, insanlara olduğu kimi çatdırmaq, öyrətmək. İnsanları məscidə çağırmaq, təbliğ etmək ki, insanlar məscidə gəlsinlər, hamı bir olsun, cəmaət olsun. Ağlı müəllim dediyi kimi insanlar bəli məsciddə nə qədər məsciddə var, insanlar salamatçılıqdır, orada əmin-amanlıqdır. Allahın evində olan əmin-amanlıq heç yerdə olmaz. Və insanlar da buna çalışmalıdırlar ki, məsciddə cəmaət olsunlar, bir toplum olsunlar. Belə olduğu təqdirdə insanlar bəli bir-birinin halından xəbərdar olurlar. Qəlblərdə məhəbbət yaranır. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm namazı nədir? Həmişə namazı deyirdi ki, ayaqlarınızı, topuqlarınızı birləşdirin. Qəlbləriniz isinsin, mehribançılıq olsun, şeytan aranıza girməsin. Cəmaət namazı olmadıqca hər kəs öz işində, gücündə olduqda bu mümkün olmayacaq. Dünyəvi işlər onsuz da insanları bir-birinə uzaqlaşdırır. Ailə, məişət məsələləri. Lakin çalışıblar gəlmək lazımdır, məsələlərə gəlmək lazımdır. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm necə ki o məsciddə işıqlandırma məsələsi o dövrdə indi kimi deyildi. Sübh namazı, işə namazında qaranlıq olur, gecələr qaranlıq olurdu və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Kəb bin Məlikə deyir ki, hətta filankəs adlarını belə deyir ki, bax gör, onlar gəliblər məscidə, deyir ki, xeyr, filankəslər yoxdur. Buyurur ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həqiqətən də münafiqlər üçün sübh namazı və işə namazı qılmaq ağırdır. Həmçinin Allah Teala Quran-Kərimdə buyurur ki, "İzə qam ilə salati və qamu kusala yura'un nasa və la yazkurunallah illa qalilə." Allah Teala buyurur ki, Nisa surəsində səhv etmirəmsə buyurur ki, onlar deyir, namazı qalxdıqları zaman deyir, könülsüz qalxarlar və özlərini insanlara göstərərlər və Allah'a olduqca zikr edərlər. Hər bir az zikr edərlər. Yəni insan da çalışmalıdır ki, yəni Allah qorusun, çünki münafiqin əlamətləri çoxdur. Biri də odur ki, insan məscidə az getsin, az zikr eləsin. Yəni ola bilər ki, məscidə bu sübh namazına getməməyi olsun, işə namazına iştirak eləməməyi və s. bu kimi əməllər münafiqin əlamətlərindən olsun. İnsan da bu barədə çalışmalıdır, qorxmalıdır Rəbbindən ki, ola bilsin ki, bu sifətlər, əlamətlər məndə də olsun, Allah qorusun. Çalışmalıdır, cəhd göstərməlidir ki, Allahın evində qəlbi bağlı olsun. Kimin qəlbi Allahın evində bağlı olarsa, əlbəttə ki, o qiyamət günü salamat olan kimsələrdən olar. Orada bir məsələ yadıma düşdü. Sən hədisi başqa yöndən danışdın. Sadəcə hədisdə başqa bir şey yadıma düşdü. Deyirsən ki, məscidlər qaranlıq olurdu. Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdu ki, kimlər gəlib, gəlməyib namaza. Vaxtı ilə bəli, məscidlərdə işıqlar yox idi, çıraqlar yox idi. Səhabələrdən kimsə çıraq gətirir məscidə. Çıraq gətirir, ya görünsün, ya ümumiyyətlə məscid işıqlı olsun, cəmaət bir-birini görsün. Yəni axtarıb araşdırmaq üçün bir-birini görsün deyə. Və hətta səhabələrdən ehtiyat eləyirlər bu məscidə qoymaq üçün ki, birdən bunu yenilik kimi Peyğəmbər sallallahu əleyhi və səlləm qəbul eləyər və yaxud da qiymətləndirər, qorxurlar. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm görür o işığı, əksinə tərifləyir və dua eləyir o işığı gətirmək üçün. İndi hədisin tam isnadı yadımda deyil, çoxdan qarşıma çıxan bir hədisdir. Amma ki, belə məna etibarı ilə çox gözəldir, mövzumuza da əlaqəlidir. Demək, səhabələr hətta məsciddə işıq yandırmaq üçün belə ehtiyat edirlər ki, birdən bidət olar. Bidət olar, birdən yenilik olar. Amma görürlər ki, o Peyğəmbər sallallahu əleyhi və səlləm dünyavi işlərdə yenilik eləməyi əksinə tərifləyir. Buna müasir terminləncə innovasiyadır bu. Yəni müsəlman əksinə nə qədər dünyavi işlərdə yenilik gətirsə, bir o qədər gözəldir, bir o qədər inkişafdır, bir o qədər belə deyək də irəliləməkdir. Amma müsəlmanların irəliləməsi dində sabit qalmaq, dində heç bir yenilik etmədən, dünyavi işlərdə isə yenilik etmələri ilə olur. Və biz tarixə baxanda, İslamın ilk dönəmlərinə baxanda görürük ki, sahabələr, tabeinlər, atba tabeinlər dində sabit qalmışlar, dinə heç bir şey yenilik eləmirlər. Çünki Allah Teala buyurub ki, "Əl-yevmə əkməltu lekum dinakum." Biz bu sizin dininizi kamil etdik. Bəli, din kamildir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim bizim üzərinə əməlimiz olmayan, bir əmrimiz olmayan bir iş edərsə, o iş ondan rədd olunar. Yəni ki, bidətdir. Kullu bidətin dalalə və kullu dalalətin finnar. Hər bir bidət zəlalətdir, hər bir zəlalət də oddadır. Dini işdə dayanmışlar. Allah və Rasulü harda dayanmışsa, orada dayanmışlar. Amma dünyavi işdə inkişaf edirlər və onlar öndədirlər. Ölkələri fəth elədilər. Amma ondan sonraki artıq ki, müsəlmanlar başladı dünyavi işdə geri getməyə, dərvişlik eləməyə, tərk-i dünya olmağa, hansı ki, hicrətin orta əsrlərini buna təsadüf eləyir və
dünyavi işlərdə geri getməyə və dini işlərdə isə yeniliklər etməyə. Sonra əks bir şey oldu. Bəli, həmin o tasavvuf, sufi təriqətləri dində yeniliklər elədilər, yeni ibadətlər ortaya çıxartdılar. Dünyavi işlərdə isə dərvişlik eləyib tərk-i dünya oldular. Və nədir? İslam və müsəlmanları zəiflədi. Bax, bu özü də bizə apaçıq bir günəş kimi dəlildir ki, biz yeniliklərdən uzaq olmalıyıq. Dini məsələlərdə. Dünyavi məsələlərdə isə müsəlman nə qədər irəli getsə, nə qədər inkişaf eləsə bir o qədər yaxşıdır, düzünü Allah bilir. Və həmçinindəki bidətlərin çıxma səbəblərindən biri də məzhəblərə bağlanmaqdır. Yəni görürsən ki, insanlar daha çox buna meyl edirlər ki, müəyyən bir məzhəbə bağlanmaq, müəyyən bir alimin məzhəbinə bağlanmaq. Lakin biz bilməliyik ki, burada əsas meyar 2 dənə meyar var: Quran və sünnə. Və həmçinindəki əlbəttə ki, sahabələrin və alimlərin fəhmi. Amma hər hansı bir alimə bağlanmaq da bu bidət edilməsi səbəblərdən biridir. Kifayət edər ki, insanlar, müəyyən bir toplum alimlərin şaz görüşlərini, xətalı görüşlərini bir yerə cəm edib bir etiqad ortalığa qoysunlar. Bu böyük bir bidətin yaranmasında kifayət eləyər. Yəni insanlar bundan çəkinməlidirlər, qorxmalıdırlar ki, yəni ki, bəli, qorxu təhlükəlidir. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hər xutbəsində bu bidəti çəkindirib və onun odda olduğunu deyib. Bidət əhlinin bidətin zəlalət olduğunu buyurub. O insanlar çalışmalıdır ki, hər hansı bir alimə yox, ümumən bütün alimlərə. Yəni bəzi bidət əhli deyir ki, elə 4 məzhəb deyə dad eləyirlər. Xeyr, alimlər 4 nəfərdən ibarətdir. Alimlər çoxdur. 4 məzhəbdən də qabaq alimlərimiz var, ondan sonra böyük alimlərimiz var. Müasir dövrdə də böyük alimlərimiz var və onların hamısına ittiba eləmək. Quran və sünnəni əldə tutaraq və alimlərin fəhmi ilə onları öyrənərək başa düşüb anlamaq.